Hər vaxtınız xeyir olsun. Növbəti rus dili dərsi videosu ilə qarşınızdayım. Bu videoda ən çox işlənən bəzi gündəlik işləri və ev işlərini öyrənəcəyik. Videoya keçmədən öncə qısa bir xatırlatma etmək istəyirəm. Deməli, öncəki videoda da paylaşdığım, məlumat verdiyim pulsuz qruplar, yəni ödənişsiz rus dili WhatsApp qruplarına qeydiyyat hələ də davam etməkdədir. Qrup artıq fəaliyyət göstərir, lakin siz istənilən vaxt, yəni əgər hələ də yazılmamışsınızsa, yəni WhatsApp nömrəsinə yazıb qeydiyyat keçə bilərsiniz. Qrup tamamilə aylıq ödənişsizdir. Sadəcə qoşulmaq üçün qısa bir balaca bir şərt var ki, 1300 dialoq kitabım, PDF kitabımı artıq bilirsiniz bir çoxunuz. Yəni bu kitabı yazaraq məndən əldə edirsiniz, cəmi 5 manat ödəyirsiniz, bu kitabı əldə edirsiniz və avtomatik olaraq bunun qarşılığında qrupa daxil ola bilirsiniz. Qrupa daxil olma hüququ əldə edirsiniz və tamamilə ödənişsiz şəkildə qrupun bütün imkanlarından faydalanırsınız. Hər birinizi gözləyirəm. Keçək artıq mövzumuza. Rus dilində ən çox işlənən gündəlik işlər və ev işləri. Başlayaq. İki dənə sualdan başlayacağıq ilk öncə. Что делаешь? Yəni nə edirsən, nə edirsən? Что делаешь? Və ikinci, чем занимаешься? Чем занимаешься? Nə iş görürsən, nə işlə məşğulsan? Чем занимаешься? Сижу, otururam, oturmuşam, сижу. Отдыхаю, istirahət edirəm. Отдыхаю. Çay пью, çay içirəm. Çay пью. Завтракаю. Səhər yeməyi yeyirəm. Завтракаю. Обедаю. Nahar edirəm. Обедаю. Yəni günorta yeməyi yeyirəm. Ужинаю. Axşam yeməyi yeyirəm. Şam edirəm. Ужинаю. Bu arada indi biz завтракаю, обедаю, ужинаю dedik. Bunlar haqqında belə bir məlumat verim ki, yəni biz normalda deyirik ki, məsələn, yemək yeyirəm. Məsələn, yemək yeyirəm rus dilində ya kuşu. Düzdürmü? Ya kuşu. Mən yemək yeyirəm. Prosta çox vaxt yəni ruslar, biz Azərbaycanlılar olaraq çox vaxt nə edirsən, heç yemək yeyirəm deyirik. Məsələn, çox vaxt heç nahar edirəm və yaxud da heç axşam yeməyi yeyirəm. Nadir hallarda kimsə işləyir. Yemək yeyirəm prosta deyirik. Amma ruslarda məsələn bu səhərdir, günortadır, axşamdır, hər birinə aid bax bu feilləri istifadə edərək deyirlər ya завтракаю, ya обедаю, ya ужинаю. Bunları tez-tez istifadə edirlər. 9-cu, смотрю телевизор. Смотрю телевизор. Televizora baxıram, televizor izləyirəm. Слушаю музыку. Слушаю музыку. Musiqi dinləyirəm. Читаю книгу. Читаю книгу. Kitab oxuyuram. Работаю. Работаю, işləyirəm. Играю в игру. Играю в игру. Oyun oynuyorum. В игру. Сижу в интернете. Сижу в интернете. İnternetdə gəzinirəm. Иду на работу. Иду на работу. İşə gedirəm. Иду за покупками. Иду за покупками. Alışverişə gedirəm. За покупками. Возвращаюсь домой. Возвращаюсь домой. Qayıdıram evə. Я одеваюсь. Я одеваюсь. Mən əynimi geyinirəm. Я умываюсь. Mən əl-üzümü yuyuram. Я умываюсь. Я чищу зубы. Я чищу зубы. Mən dişlərimi fırçalayıram. Я убираюсь в комнате. Убираюсь в комнате. Otağı yığışdırıram. Убираюсь в доме. Bu da evi yığışdırıram. Убираюсь в доме. Evi yığışdırıram. Мою посуду. Мою посуду. Qabları yuyuram. Готовлю обед. Готовлю обед. Nahar hazırlayıram. Готовлю ужин da deyə bilərsiniz. Bu da axşam yeməyini hazırlayıram. Yəni bişirirəm. Готовлю ужин. Стираю одежды. Paltarları yuyuram. Стираю одежды. Глажу одежды. Глажу одежды. Paltarları ütülüyürəm. Выношу мусор. Выношу мусор. Zibil atıram. Завариваю чай. Завариваю чай. Çay dəmləyirəm.
Говорю по телефону. Говорю по телефону. Telefonla danışıram. Я бреюсь. Я бреюсь. Üzümü qırxıram. Я крашусь. Я крашусь. Makyaj edirəm, yəni bəzənirəm. Крашусь. Наливаю чай. Наливаю чай. Bu da çay süzürəm. Наливаю чай. Накрываю стол. Накрываю стол. Süfrəni açıram. Накрываю стол. Я учу уроки. Учу уроки. Dərslərimi oxuyuram. Делаю уроки. Делаю уроки. Bu da dərslərimi edirəm. Yəni yazılı bir şeydirsə делаю, oxumalı, öyrənməli bir şeydirsə учу уроки. Играю с детьми. Играю с детьми. Uşaqlarla oynayıram. Бегаю по парку. Бегаю по парку. Parkda qaçıram. Yəni idman mənasında, qaçış edirəm mənasında qaçıram. Катаюсь на велосипеде. Катаюсь на велосипеде. Велосипед sürürəm. Катаюсь на велосипеде. Вяжу свитер. Я вяжу свитер. Yəni sviter toxuyuram. Вяжу tikirəm, toxuyuram mənasındadır. Bu da sviterin əvəzinə hər hansı bir paltar, məsəl üçün də corab toxuyuram deyə bilərsiniz. Я вяжу носки. Belə, bu günlük də bu qədər. Dostlar, tələbələr, sağollaşmadan öncə ödənişsiz olan qrupları bir daha xatırlatmaq istəyirəm sizlərə. Bunun kimi, bu videoda gördüyünüz kimi dərslər, cümlələr, yəni və bir çox fərqli materiallar, testlər və s. hər gün paylaşılır qruplarda, faydalanma şansını qaçırmayın. Və bu qədər. Növbəti videolarda görüşənədək sağ olun, salamat qalın.